Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Biz Allah'ın izniyle bir kitaba başlamıştık. Dedik ki bu dersleri sizlere götüreceğiz Allah'ın izniyle, gücü kuvvetiyle. Allah'tan dilerim ki Allah subhanahu teala bizi ihlaslı kullarından etsin. Allah için örgenip örgenenlerden etsin. Kitabın hakkında danışmıştık. Birinci ders mevcuttur YouTube kanalında. İlk derste kitap hakkında müqaddim etmiştik ve dersler neleri əhatə edəcək onlar hakkında danışmıştık. Yine de tekrar olarak kitabın ünvanı Evvelu marratin etedebberu el-Kur'an. İlk dəfədir ki Kur'an'ı tədəbbür edirəm. İlk dəfədir ki Kur'an'ı tədəbbür edirəm. Ve həmin dərsdə demiştik ki Allah'ın izniyle Fatiha suresinden başlayacağıq ta Nas suresine kimi. Bütün sureler hakkında haber verəcəyik. Yani Kur'an-ı Kerim'den yakından tanış olacaq. Kur'an-ı Kerim Allah'ın kitabı Subhanahu Teala. Ve dedik ki neler hakkında öğrenəcəyik? Sureler Mekke'den nazil olub yoksa Medine'de? Surelerin içinde mevzular neden bəhs olunur? Neden ibarətdir? Hansı mevzulardan danışılıb? Ve həmçinin ayetlerin sayı hansı ada göre sure adlandırılıb? Çok maraqlı mevzulardır. Bir-birindən maraqlı. İnşallah ki mevzular olacaq Allah'ın izniyle. Ve birinci derste öğrendik ki kitap yani Kur'an-ı Kerim Allah'ın kelamıdır. Orada Ərəb dili qrammatikasıyla da Allah'ın izniyle danıştığı öğrendik ki yani delillerle ki yani Kur'an-ı Kerim Allah'ın kelamıdır. Allah özü danışıb Subhanahu ve Teala peygamberlerle. Yani Kur'an-ı Kerim məxluq değil. Həmçinin Kur'an-ı Kerim məcaz değil. Kur'an-ı Kerim həqiqi Allah'ın kelamıdır. Bu haqda nədir? Neçə dəlilləri keçən dərsimizdə götürmüşdük. Ve Allah Subhanahu Teala həqiqi olarak danışmıştır. Bu haqda Kur'an-ı Kerimdə neçə ayetler var. Necə ki Allah Teala buyurur ki: "Və kellemallahu Musa teklime." Allah Musa ile kelimeler ile danıştı. "Ve lemma caa Musa limiqatina kellemehu rabbuhu." Elə ki Musa aleyhisselam təyin ettiğimiz yere geldikdə Allah onunla danıştı Subhanahu Teala. Burada da gramatik olarak öyrənmişdik ərəb dilində ki hem bəlağat ilə, hem qrammatik ilə dəlilləri zikr etmişdik ki burada doğrudan da danışan Allah'dır. Çünkü bazı tayfalar var ki, bazı firqələr var ki onlar danışığı Allah'tan uzaqlaşdırmaq istəyirlər. Musa'ya nispət etmək istəyirlər. Güya ki Musa aleyhisselam danışıb, Allah danışmayıb. Biz öyrəndik keçən dərsimizdə. Kim ora istəsə dönsün, inşallah ki orada geniş şəkildə görəcək. Və həmçinin demişdik ki Kur'an-ı Kerim'i öyrənməklə yanaşı, hansı ki ayetlerin dedi ki surelerin adları hakkında. Misal üçün Fatiha suresinin 7 adı var. 7 adını biz zikr edəcəyik. 20'den çox adını zikr ediblər kitablarda. Fatiha suresinin, tek Fatiha suresinin. Və sureler Mekke'den nazil olub yoksa Medine'de. Həmçinin içində olan mövzular neyden bəhs olunur? İçində olan bazı güzel məqamlar var. İçində olan həmçinin orada Allah Subhanahu Teala'nın irşad etmesi var insanları. Bir ayet hakkında, her bir ayet hakkında daha doğrusu Allah Teala haber vermişti. Sonra dedik ki bununla yanaşı nedir? Kifayetlənməyəcəyik, öyrənəcəyik həmçinin muhkəm, muteşabih. Ne demektir muhkəm? Həmişə eşidirik, düzdür? Muteşabih Kur'an hakkında. Həmçinin öyrənəcəyik mutlaq, muqayyəd. Mutlaq ayetler var. Eşidirik ki tələbələrin dərslərində, Allah korusun bütün tələbələrimizi, dərslərində eşidirik ki mutlaq ayetlerdir. Muqayyəd ayetlerdir. Yani qeydlə gəlmiş ayetler. Muhkəm ne deməkdir? Muteşabih ne deməkdir? Sonra demişdi ki nasih ve mensuh. Deyirlər ki bu ayet nasih ayet. Ne deməkdir nasih? Həmçinin əsbəb-ı nuzul. Yani surelerin nazil olma sebebi. Surelerin nazil olma sebebi. Subhanallah burada bir şey yadıma düştü. Surelerin nazil olma sebebi deyildikdə İbn Məsud radiyallahu anh deyir ki Kur'an-ı Kerim'de değil, Kur'an-ı Kerim'de. And içir. Deyir ki vallahi ki Kur'an-ı Kerim'de bir tane sure yoktu ki deyir. Bir tane sure. Ben bilmeyeyim ki deyir. O kime göre nazil olub? Harda nazil olub? Niye göre nazil olub? Varsa birisi benim deyir ondan haberim olmayan. Atımı minip gedirəm deyir o qapısına deyir. Fikirlisi radiyallahu anh. Sonra dedi ki ilmul münasebet var. Ne demekti? Ayetlerin birbiriyle bağlılığı. Bir de ki surelerin birbiriyle bağlılığı. Niye göre Bakara suresinden sonra El İmran geldi? Niye göre El Bakara suresinden sonra Nisa gelmedi? Öyle değil mi? Bunların birbirine bağlılığı var imiş. Həmçinin misal üçün
ehdinas sıratal mustaqim. Bundan sonra niyə görə sıratal ləzina en'amte aleyhim gəldi? Fikrimi satıra bilirəm. Bunların da siz demin bir-birinə bağlılıqlar var. Onun da haqqında geniş inşallah bəhslərimiz olacaq. İnşallah. Həmçinin dedi ki, barakallahu fikum, surələrin münasibələri, hansı münasibətə görə, hansı səbəbdən dolayı bu sura bundan sonra gəlib, onu qeyd etdik. Bu günləri inşallah nədir? Yenə ola bilsin ki, vaxtımız çatsa başlayacaq kitaba. Fatihə surəsindən az da olsa götürəcəyik. Vaxtımız çatmasa, bu günləri inşallah nəyə götürəcəyik? Əsbəb-ı nuzul var, yəni surələrin nazil olma səbəbi var. Bir də Quran-ı Kərimin nazil olması. Maraqlı məsələ, düzdür? Yəni Quran-ı Kərimi Allah niyə nazil edib? Bəhsimiz bu olacaq inşallah. Yəni Quran-ı Kərimi Allah Subhanahu taala niyə görə nazil edib? Deməli, daha doğrusu məl hikmətu min inzalil Quran. Məl hikmətu min inzalil Quran. Allahın kitabının nazil olma hikməti. Allah kitabını hansı hikmətdən dolayı nazil edib? Subhanallah, olduğu mühüm mövzulardan. Niyə görə Allah Subhanahu taala Quran-ı Kərim nazil edib? Maraqlı sual, düzdür? Elm əhli bu məsələni bəhs ediblər. Geniş bəhsdən sonra deyiblər ki, Quran-ı Kərimi Allah 3 səbəbdən dolayı, 3 məqsəddən dolayı, 3 məqsədə görə nədir? Nazil edib. İnşallah ki, nədir? Bugün onu öyrənəcəyik. Birinci məqsəd odur ki, Allah Subhanahu taala enzelallahu kitabehu li tilavatihi bil elsinə. Bura fikir verin. Allah Subhanahu taala kitabını nazil edib ki, insanlar onu oxusunlar. İnsanlar nədir? Oxusunlar. Bunlar bir-birinə bağlı məsələlərdir. Yəqulullahu cəllə və alə fəqra'u mə təyəssara minəl Qur'an. Qurandan sizə müyəssər olanı oxuyun. Bu nəyə işarədir? Dillə oxumağa. Fəqra'u. Orada əmr keçir. Qurandan sizə müyəssər olanı oxuyun. Bizə lazım olan hissəsi, şəhid hissəsi ayətdə haraydı? Fəqra'u. Dillə oxumaq. Başqa ayədə Allah Subhanahu taala buyurur ki: "Varattilil Qur'ana tartila." Quranı tərtil ilə oxu. Quranı nədir? Tərtil ilə oxu. Burada bir fayda var. Biraz haşiyə çıxacağam. Bu ayət kimə nazil olub? Bu ayətlər ümumiyyətlə kimə nazil olurdu? Quran-Kərim. Muhammed sallallahu əleyhi və səlləmə, düzdür? Allah kimə əmr edir ki, "Varattilil Qur'ana tartila." Nə deməkdir? Quranı təcvid ilə oxu. Tartil bir məna təcvidlə. Tərtil ilə, aramla oxu. Burada həm təcvid bura daxildir, həm aramla oxumaq. Bilirsiniz, Peyğəmbərimizin sallallahu əleyhi və səlləmin oxunuş qaydası necə idi? Hər ayətin başında dayanırdı. Nəbi sallallahu əleyhi və səlləm oxuyanda Elhamdülillahi Rabbil alemin dayanırdı. Ar-Rahmanir-Rahim. Bütün ayətlərin başında dayanırdı. Yəni onun sünnəsindən deyildi ki, ayətlər bir-birinə calasın. Ayətlərdən bir-birinə keçmək nədir? Bu sünnədən deyil. Həmçinin barakallahu fikum başqa bir məsələ var. Özümü tuturam o qardaşlara, həm özümə, həm də o qardaşlara bir xatırlatma olsun ki, o qardaşlar hələ də Quran oxuya bilmirlər. Fikir versəniz, hələ də Quran oxumamaq müsibətdir, Allah qorusun. Yəni Quran oxumamaq təhlükəli məsələ. Allah Muhammedə sallallahu əleyhi və səlləmə ona nazil oldu. Əmr edir ki, Quranı oxu deyir. Tartillə, aramla, təcvidlə. Bəs bizlər necə? Yəni Quran-ı Kərimi oxumaq lazım, öyrənmək lazım. Məqsədlərindən biri buymuş ki, artıq bu günə kimi ola bilsin kimsə bilmirdi. Yəni bu dərsi eşidəndən sonra, bu danışılanları dinləyəndən sonra bizə vacib olur ki, bunu öyrənək. Siz deməyin, Allah Subhanahu wa Taala, Allahu Akbar, 7 səmanın üzərindən kitabını, bu gözəl kəlamını Muhammedə sallallahu əleyhi və səlləm nazil edib, onlar haqqında da öyrənəcəyik nə cür nazil olub. Cəbrail əleyhissalama, Cəbrailin vasitəsilə Muhammedə gətirib sallallahu əleyhi və səlləm. Bu kitabı nazil etməkdə məqsədlərindən biri buymuş ki, nədir? Quran oxunsun. Bu günləri Quranı oxuya bilməyən qardaşlar üçün yəni tövsiyəm odur ki, barakallahu fikum, tez bir şəkildə Allahın kitabını başlayıb oxumaq lazımdır. Oxumaq lazımdır özü nə cür nə? Tərtillə. Tərtil nə idi? Təcvidlə, aramla və əhkamlarla. Birinci məqsəd necə idi? Niyə görə Allah Quranı nazil etmişdi? Dillə oxumaq üçün. Burada dəlillər götürdük. Fəqra'u mə təyəssərə minəl Quran. Müzəmmil surəsi 20-ci ayə, kimsəsə dönər. Varattilil Qur'anə tartilə, Müzəmmil surəsi 40-cı ayə. Buyurur ki, müəllif və qad varadatil ədillətu əl-kəthirətu el-muraqabətu fil-iktari min tilavatihi. Hansı ki, çoxlu şəkildə dəlillər varid olub, çoxlu şəkildə rəğbətləndirilib Quran oxunmaq üçün. Quran-ı Kərimdə neçə ayətlər var ki, Quran-ı Kərimin oxunması və rəğbətlənməsi.
Dedi ki, barakallahu fikum, birinci məqsəd nə idi? Quran-ı Kərim oxunsun dillərinə. İkinci məqsəd ət-tədəbburu və təaqqulu bil qulub. Tədəbburuhu və təaqquluhu bil qulub. İkinci məqsədi Allah Subhanahu wa Ta'ala'nın Quran-ı Kərim'i nazil etməkdə məqsədlərindən ikincisi, insanlar tədəbbür etsinlər, təfəkkür etsinlər, düşünsünlər qəlblər ilə, bir də ağıllar ilə. Həm ağıllarımızla, həm də qəlblərimizlə Quran-ı Kərim'i etməliyik, təfəkkür və tədəbbür etməliyik. Uca Rabbimiz buyurur ki, Kitabun ənzəlnəhu ileykə mübarəkun liyyəddəbbəru əyəti. Sənə nazil etdiyimiz mübarək bir kitabdır ki, onun ayələrini düşünüb dərk etsinlər. Təkrar edirəm. Sənə nazil etdiyimiz Muhammedə sallallahu aleyhi ve sellemə. Sənə nazil etdiyimiz mübarək bir kitabdır ki, onun ayələrini düşünüb dərk etsinlər. Deməli, biz Quran-ı Kərim'i etməliyik. Təfəkkür və tədəbbür etməliyik. Hətta Allah Subhanahu Teala qınayır o insanları. O insanlar oxuyurlar, tədəbbür etmirlər. Quran-ı Kərimdə iki yerdə keçir, Nisa surəsində və Muhammed surəsində, səhv eləmirəmsə. Uca Rabbimiz buyurur ki, əfələ yetədəbbərunəl Qur'anə əm alə qulubin əqfəluhə. Ki, onlar deyir, Quranı tədəbbür etmirlərmi? Təfəkkür etmirlərmi? Yoxsa qəlblərində qıfıl mı var? Allah qorusun. Fikir versiniz, Quranı oxumaq, tədəbbür etməmək qəlbin qıfıllı olmağına işarələrdəndir. Allah bizləri qorusun. Sonra, barakallahu fikum, birinci məqsəd nə idi? Dillə oxumaq. İkinci məqsəd təfəkkür etmək. Təfəkkür də həm dillə, həm ağılla, həm də nədir? Qəlblə. Ən çox da nə ilə? Qəlblə. O qəlblərlə həqiqətən, o kitab ki, yəni Allahın kitabı ki, qəlblərlə tədəbbür olunanda qəlblərə təsir edir. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Şeyyəbətni surətul Hud və axavatihə. Deyir ki, Hud surəsi və deyir onun bazıları, yəni onun mislində olanlar bitməlidir. Hud surəsi və onun mislində olan surələr saçma və saqqallarıma dən sallıdır. Allahu akbar. Fikir versiniz, saçlarıma ağartdı. Saqqallarıma ağartdı. Yəni, surə, fikir verin, Muhammedin qəlbinə nazil olub, sallallahu aleyhi ve sellem. Görün, nə cürünə, Allahu akbar. Nə cürünə əzəmətli kitabdır. Necə keçirdi ayədə? Ləv ənzəlnə hədəl Qur'anə alə cəbəlin lərəaytəhu xaşiyan mutasaddiyan min xaşiyyətillah. Biz bu Qur'anı, Allah Subhanahu teala buyurur ki, biz bu Qur'anı dağlara nazil etsəydik, onu Allahın qorxusundan paramparça olduğunu görərdik. Fikir versiniz, düşünün ki, gözlərimizin önünə, yəni bu xəyal deyil, bəzən olur ki, bəq dediyim kimi, barakallahu fikum, bizdə o qədər olmayıb ki, belə bir şeylər, bizə xəyalı gəlir bu şeylər, Allah qorusun. Biz iman etmişik Allahın kitabı, şübhəsiz, Muhammedin sallallahu aleyhi ve sellem sözləridir. O qədər iman zəifdir ki, o qədər şəriə elm yoxdur deyənə, qəlblərimizə təsir eləmir, subhanallah. Həyatımızda bunu tətbiq edəndə görə bilmirik. Yəni, insanlar bizdə görmür ki, Ahmet, Əhməd, Muhammed, yəni Quran əhlidir. Quranla yaşayırlar. Bu insanlar, bunların yəni içərilərində, qəlblərində olan Quran üzlərinə vurur. Bu şeylər bizdə olmur, subhanallah. Nədənsə olmur. Sizdə nədəndir? Tədəbbür yoxdur, təfəkkür yoxdur. Allah qorusun, əməl yoxdur. Biraz bundan sonra gələcək inşallah ki, o məsələlər. Dedi ki, Quran-ı Kərim qəlblərlə tədəbbür olunur. Bir də nədir? Ağıllarla, beyinlərlə. Əfələ təqilun, əfələ tətəfəkkərun, əfələ tətəzəkkərun. Allah Subhanahu neçə ayətlərdə xəbər verir. Deyir, düşünmürsünüzmü? Dərk etmirsinizmi? Fikirləşmirsinizmi? Deməli, insan fikirləşməlidir Allahın ayətlərini, Subhanahu Teala'nın. Yəni, Quran-ı Kərimin içində nə qədər bizə olan, bizimlə bağlı, insanın yaradılışıyla bağlı möcüzələr var. Yəni, Quran-ı Kərimdə hər bir şey var. Uca Rabbimiz buyurur ki, mə farratna fil kitabı min şey. Biz kitabda heç bir şey gözdən qaçırmadıq. Düzdür, bəzi alimlər deyirlər ki, burada kitab lövh-ü məhfuzdan söhbət gedir. Hər bir halda Quranda lövh-ü məhfuzdan endirilib. Hər bir halda nədir? Quran-ı Kərimdə bütün məsələlər haqqında məlumat verilmişdir. Çox kənara çıxmaq istəmirəm, mövzumuz çox qarşı olmasın. Deməli, birinci məqsədlərdən nə idi? Dillə oxumaq, ikinci tədəbbür etmək, qəlblə, ağılla, əhsəntum. Üçüncü məqsədlərdən oymuş ki, əl-əməlu bil-Qur'an, subhanallah. Qurana əməl etmək. Qurana əməl etmək. Allah Subhanahu teala buyurur ki, fəmən ittəbə'ə hudəyə fələ yadillu və lə yəşqa. Hər kəs mənim haqq yolumu tutub getsə, ona yolunu azar, nə də bədbəxt olar. Təkrar edirəm. Hər kəs mənim haqq yolumu tutub getsə, nə yolunu azar, nə də bədbəxt olar. Burada başqa bir ayət də var, onu oxuyandan sonra. Bu hudəyə sözü yadımızdan çıxmasın, bura qaydacam inşallah. Başqa bir ayədə Allah Teala buyurur ki, وَمَنْ أَعْرَضَ عَنْ ذِكْرِ فَإِنَّ لَهُ مَعِيشَةً ضَنْكَ وَنَحْشُرُهُ يَوْمَ الْقِيَامَةِ أَعْمَى.
Fikir verin. Buyurur ki: "Və men a'rada an zikri." Kim mənim zikrimdən boyun qaçırarsa, yəni Qurani-Kərimdən, bəzi təfsirçilər İslamı deyirlər, imanı deyirlər, Qurani-Kərimi deyirlər, ümumi olaraq şəriəti. Xüsusi olaraq da bəzi təfsirçilər sırf burada Qurani-Kərimin qəsd edirlər. Qəsd edirlər ki, burada məsələ söhbət Qurani-Kərimdən gedirmiş. "Və men a'rada an zikri." Zikr yəni nədir? Quran. Kim mənim zikrimdən, yəni Qurandan boyun qaçırarsa, üz döndərərsə, Allah qorusun, "Fə innə lehu ma'işeten danka." Allah Teala deyir, biz ona deyir, sıxıcı bir həyat verərik. Sıxıcı bir həyat. Bu dünyadadır. "Və nəhşuruhu yevmel qiyameti a'ma." Allah qorusun. Onu qiyamət günü kör olaraq həşr edərik. Ayətlərin sonuna baxanda dəhşət. O deyəcək ki: "Ya Rabbi, limə həşərtəni a'ma? Laqad kuntu basira." Elə deyilmi ayətlərdə? "Ya Rabbi, mən niyə görə kör olaraq həşr etdin? Axı mən dünyada olanda görürdüm." Allah Teala'dan cavab gələcək ki: "Bəli, doğrudur. Sənə ayətlərimiz gəldi, sən onları inkar etdin. Bu günlərdə sən nədir? Unudulanlardansan, Allah qorusun. Ona görə də elə kör kimi həşr olunmusan." Nəsəlullaha əs-səlamətə və l-afiyə. Allahdan salamatçılıq, afiyyət dilərik. Hudayyə kəlməsində necə keçdi ayətdə? "Və men ittəbə hudayyə fələ yadillu və lə yəşqa." Allah Teala buyurur ki, hər kəs mənim haqq yolumu tutub getsə, nə yolunu azar, nə də bədbəxt olar. Hudayyə ey kələmi. Siz demin hudayyə hidayət burada neymiş? Kəlamımdan. Hər kəs mənim yolumu, yəni kəlamımı tutub gedərsə, nə yolunu azar? Allah Teala nədir? Deyir ki, nə yolunu azar, nə də bədbəxt olar. Qala İbn Abbas və qeyruhu minəs-sələfi rahimehumullah və radiya anhum. İbn Abbas və başqa sələflərdən rahimehumullah, hamısına Allah razı olsun, deyiblər ki, baxın, təkəffəlallahu limen qara'al Qur'ana. Allah yəni zamun durub o kəslərə ki, kim onun kitabını oxuyarsa, və amilə bimə fihi, onun içərisində olanlara əməl edərsə, əllə yadillə fid dunya və lə yəşqə fil əxirə. Nə bu dünyada azar, nə də qiyamət günü bədbəxt olar. Təkrar edirəm, İbn Abbas və digər sələflərdən rahimehumullah deyiblər ki, təkəffəlallahu limen qara'al Qur'ana. Allah zamun durur o insanlara zamun durur ki, onlar kimlərdir? Quranı oxuyarlar və amilə bimə fihi, içində olanlara əməl edərlər. Əllə yadillə fid dunya. Bu dünyada azmazlar. Siz deməyin, Quran qalxan imiş, subhanallah. Quran sahibini saxlayırmış. Azmaqdan qoruyurmuş Allahın izni ilə. Və lə yəşqə fil əxirə. Və qiyamət gündə nədir? Bədbəxt olmaz. Nə xoş o insanların halına. Ömürlərini, gecələrini, gündüzlərini nədir? Quran-ı Kərimlə keçirirlər. Allah-u Teala bizlərə də nəsib etsin. Sonra barakallahu fikum əmələ gəldikdə necə idi məqsədlərdən? Birinci məqsəd dillə demək, ikinci məqsəd tədəbbür etmək. O da nəyin olur? Qəlblə və əhsəntum. Üçüncü nə idi? Əməl etmək. Əbu Abdurrahman Əs-Sulemi rahimehullah tabeinlərdəndir. Buyurur ki, deyir ki, sahabələri gördüm deyir. Bu danışan tabeindir. Yeri gəlmişkən Əbu Abdurrahman Əs-Sulemi bura qayıdacağam inşallah. Deyir ki, sahabələri gördüm. Onlardan İbn Masud, İbn Omar, Osman İbn Affan radiyallahu anh. Deyir ki, o sahabələr deyirlər ki, bizlərdən birimiz 10 ayəti oxuyurduq, ona əməl edirdik, sonra keçirdik o bizlər əzbərməyə. Fikir verin. Necə əzbərləyirlər? Kimsə başlayıb Əl-Baqara surəsindən. Kimlərsə bu tərəfdən başlayır, kimlərsə də arxadan başlayır, amma cüzdən. Düşünün ki, Osman İbn Affan radiyallahu anh, hansı ki, o Osman idi ki, sahih rivayətlə, sahih əsərlərlə varid olub ki, Osman İbn Affan bir rükətdə, vitr namazında Quranı xətm edib. Bir rükətdə, təkbir gətirib Allahu Akbar, başlayıb Fatihədən Nasda qutarıb. Bir rükətdə, bir gecədə. Sahih rivayətlə, bu əsər sahihdir. Osman İbn Affan radiyallahu anh neyib? Quran-ı Kərimi xətm edib, subhanallah, radiyallahu anh. Həmin o Osmandır, həmin o İbn Masuddur, həmin o Abdullah ibn Omardır. Deyirlər ki, bizlərdən birimiz nə cür əzbərləyirdik? 10 ayət əzbərləyirdik. Baqaradan məsələn, onlara əməl edirik. Allahu Akbar. Ona görə sahabələr deyirlər ki, kim deyir bizim yanımıza deyir? Sahabələr deyir, kim bizim yanımıza deyir? Əl-Baqara ilə Əli İmranı deyir, əzbərləyib gəlirdisə deyir. Biz ona dağ kimi baxırdıq deyir. Dünyanın ən böyük alimləri kimi baxırdıq. Sizə niyə görə? Nə qədər içində əhkamlar var. Əl-Baqara ilə Əl-İmran içində minlərlə əhkamlar var. Siz düşünün ki, bu sahabə nə qədər məsələlər əməl edib. Allahu Akbar. Fikir versiniz. Deyir, biz ona dağ kimi baxırdıq. Radiyallahu anh. Bunlar düşünün ki, kitabı buzunu əzbərləyiblər. Allahu Akbar. Yəni, kitabı buzunu əzbərləyiblər. Həmin Abdurrahman yeri gəlmişkən bir günləri hədisi eşidir.
Peyğəmbərin sallallahu əleyhi və səlləm hədisini. Deyir ki, əcləsəni hədəl hədis 40 sənə. Deyir ki, bu hədis deyir 40 il deyir, mən deyir 30 durdu deyir. 40 il 30 durdu yerimdə deyir. Ancaq nə edirdim? Hansı hadisi eşitmişdi? Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, xayrukum mən təalləməl Qur'anə və alləmə. Sizin ən xeyirliniz Quranı öyrənən və onu öyrədəndir. Mücərrəd olaraq deyir, bunu eşidən kimi deyir? 40 il deyir, yerimdən tərpənmədim deyir. Ancaq Quran öyrədirdim deyir. Fikir verirsiniz. 40 il zarafat öyle, subhanallah. Əcləsəni deyir, həzəl hədis. Bu hədis demə, 40 il 30 durdu deyir yerindədir. Xayrukum mən təalləməl Qur'anə və alləmə. Sizin ən xeyirliniz Quranı öyrənən və onu öyrədəndir. Görün, nə qədər Quran haqqında ayətlər, hədislər, Quranın öyrənməsi haqqında nə qədər ayətlər, hədislər təşviq edir bizi ki, biz hətta nədir, onları öyrənək. Təkrar olaraq götürdük ki, Quran-ı Kərim Allah Subhanahu taala 3 məqsədə görə nazil edib. Məqsədlərdən birincisi oxumaq dillə, təkrar deyirəm, barakallahu fikum. İkincisi tədəbbür etmək, o da qəlblə və ağılla olur. Üçüncüsü də nədir? Əməl etmək. Deməli, sonda Quran-ı Kərimlə əməl etmək onun nazil olunmasının ən böyük məqsədlərindəndir. Təkrar edirəm. Quran-ı Kərimlə əməl etmək onun nazil olunmasının ən böyük məqsədlərindəndir. Təfəkkür, yəni düşünərək anlamaq, əməl üçün vasitədir. Onu oxumaq isə təfəkkür üçün vasitədir. Beləliklə bizdə nə olur? İki vasitə, bir məqsəd var. İki dənə vasitə olacaq, bir məqsəd var. Vasitələrə gəldikdə hansılar idi? Quranı oxumaq, ikinci vasitə təfəkkür etmək. Birinci vasitə Quranı oxumaq, ikinci nə idi? Təfəkkür etmək. Məqsəd nə idi? Qurana əməl etmək. Qurana əməl etmək. Allahdan dilərəm ki, Allah Subhanahu taala eşitdiklərimizi bizim üçün faydalı etsin. Allah Subhanahu taala bizə gözəl şəkildə Quran-ı Kərimi öyrənib etsin. Allah nəsib edərsə, inşallah gələn dərsdən başlayacaq Fatihə surəsindən inşallah ki, kitaba keçid alacağıq. Barakallahu fikum, əhsənə ileykum, cəzakumullahu xeyran. Subhanakallahumma bihamdika, əşhədu an la ilaha illa ente, əstəğfiruka və etûbu ileyk. Barakallahu fikum. Sizdən də Allah razı olsun.